Salam, hər vaxtınız xeyir olsun. Kanalımızın dəyərli izləyiciləri, mən Seymur Rəfiyev, hər birinizi salamlayıram. Bu günlərdə sizlər üçün sertifikasiya hazırlaşan, MİQA hazırlaşan ibtidai sinif müəllimlər üçün növbəti sınaq suallarımızın izahı olacaq. Zəhmət olmasa kanalımıza abunə olun ki, hər video izahlardan xəbərdar olasınız. MİQA və sertifikasiya imtahanlarına hazırlaşan ibtidai sinif müəllimləri bizim dərs qruplarımızdan yararlana bilərsiniz. Dərslərimiz canlı olaraq Zoom proqramı üzərində tədris olunur. Dərsdən sonra qrupa göndərilir. Eyni zamanda bundan əlavə olaraq sınaq qruplarımızdan da yararlana bilərsiniz. Sınaq qruplarımızda hər gün bir sınaq və sınağın video izahı göndərilir. Əlavə məlumat üçün 051 644 31 54 ilə əlaqə saxlayaraq daha ətraflı məlumat əldə edə bilərsiniz. Keçək ilk sualımıza. Deyir ki, yüzlüklərə qədər yuvarlaqlaşdırdıqda 25.400 alınan rəqəmləri müxtəlif ən böyük ədəd ilə minliklərə qədər yuvarlaqlaşdırdıqda 14.000 alınan rəqəmləri müxtəlif ən kiçik ədədin cəmini tapın. Ümumiyyətlə, yüzlüklərə qədər yuvarlaqlaşdıranda 25.400 alınması üçün üzərinə 49 gəlirik, olur 25.449. Amma rəqəmlər müxtəlif dediyi üçün buradakı 4'ü 3 ilə əvəz edəcəyik. Yəni 25.439. Bu şərti ödəyən hələ ki bu ədəddir. Sonra deyir ki, 14.000 alınan rəqəmləri müxtəlif ən kiçik ədəd. 14.000 alınması üçün də ən kiçikdə 500 çıxırdıq. Olur 13.500. Rəqəmlər müxtəlif olduğuna görə 1, 3, 5'e toxunmuruq, 0, bura 2 yazarıq. Çünki 1 də yazamırıq. Burada birimiz var. Ən kiçik də olur 13.502. Və bu zaman 25.439 ilə 13.502'ni toplayırıq. Olur 38.941. Doğru cavab B variantında qeyd olunubdur. 2 nömrəli sual. Katerin sürəti 15 km/saat, çayın sürəti isə 3 km/saatdır. Kater axına qarşı 3 saat, axınla 5 saat yol gedib. Həmin yolu göldə 6 saata getməsi üçün sürətini nə qədər artırmalıdır? Deməli, katerin sürəti məlumdur 15, çay da 3'dür. Axına qarşı 3 saat gedibsə, 15'dən çıxıram 3'ü, vururam 3'ə. 36 kilometr. 15'in üzərinə 3 gəlirik, vururuq 5'ə, 90 kilometr. Çünki axınla deyir. Toplasaq 90 plus 36. 126 kilometr. Həmin yol, yəni söhbət bu yolla gedir. Durğun suda 6 saata neçə kilometrlə getməlidir? 126'nı bölürük 6'ya, 21 kilometr düşür. Katerin əvvəl sürəti 15 idi. Nə qədər artırmalıdır ki 21 ilə getsin? 21'dən də 15 çıxırıq, 6 kilometr artırmalıdır sürətin. Keçək 3 nömrəli suala. Uzunluğu enindən 5 dəfə böyük olan, sahəsi 80 cm² olan 3 düzbucağı yan yana qoydular. Alınan figurun perimetrini tapın. Demək, bura x-dir, bura 5x olar. Çünki 5 dəfə böyükdür. Sahə isə 80'dir. O zaman 5x vurulsun x bərabərdir 80'ə. X kvadratı bərabərdir 16'ya. 80'i bölürəm 5'ə. X də bərabərdir 4'ə. Bura 4'dür, bura 20'dir. İndi 3 dənəsini yan yana qoysaq, 4, 20 bura olacaq, 20 bura, 20 də bura. 60. 60'ın üzərinə 4 gələrik. 60'ın üzərinə 4 gələrik. 2'yə vurarıq. 128. Bizdən perimetr istəyirdi. Perimetr də oldu 128. Növbəti bir sual. Oğlun 4 il əvvəlki yaşı 14. Atanın yaşı isə oğlun yaşının 3'də ikisindən 32 vahid çox olar.
Oğlun 2 il əvvəlki yaşı ilə atanın 6 il sonraki yaşının cəmini tapın. Oğul indiki yaşı olacaq 18. Atanın yaşı. 18-in 3də 2-sinin üzərinə 32 gələcəm. 18-i 3-ə bölsək 6, 6 üçün 12, o da 32, 44 yaş. Atanın indi 44 yaşı var. Oğlun 2 il əvvəlki 16, atanın 6 il sonraki 50 yaş. Və 16 ilə 50-nin cəmi bizə verir 66 yaş. Keçək növbəti suala. 5 nömrəli sual. Düzbucağının eni uzunluğunun 60%-nə bərabərdir. Perimetri 32 cm olan bu düzbucağının sahəsini tapın. Deməli, düzbucağının eni uzunluğunun 60%-dirsə, bura x götürərəm. Yəni 1x. 1x-in də 60%-i 0,6x edəcək. Perimetri 32-dirsə, deməli x plus 0,6x vur 2 bərabərdir 32-yə. 1,6x bərabərdir 16-ya, x də bərabərdir 10-a. Deməli, bura 10-dursa uzunluq, en isə olacaq 6. Çünki 10-un 10-da 6 hissəsinə bərabərdir. Keçdik digər hissəyə. Tərəflər məlumdur. Sahəni tapmaq üçün onu da vurarıq 6-ya, olacaq 60. Doğru cavab B variantında qeyd olunubdur. Deyir ki, tədbir 10:40-da başladı. Əvvəlcə aparıcı 8 dəqiqə çıxış etdi. Daha sonra 6 səhnəci hərəsi 12 dəqiqə olmaqla nümayiş etdirildi. Çıxışlar arasında 2 dəqiqə fasilə oldu. Ən sonda aparıcı 4 dəqiqə çıxış etdi. Tədbir saat neçədə bitdi? Saatın başlamasını toxunmuruq. Hələ aparıcı 8 dəqiqə. 6 səhnəci 12 dəqiqədən 72 dəqiqə. Aparıcı bir də 4 dəqiqə çıxış edib sonda. İndi çıxışlara baxaq. Aparıcı 1, 2, 3, 4, 5, 6 səhnəci, bir də aparıcı. 8 çıxış olub, 7 ara olacaq. 7-ni vurarıq 2-yə, 14 dəqiqə. İndi ümumi olaraq toplasaq hamısını görək neçə dəqiqə eləyir. 8 üzərinə 72, üzərinə 4, üzərinə 14. Bizə toplam verəcək 98 dəqiqə. Ümumilikdə 98 dəqiqə zaman gedib tədbirə. 10:40-da başlayıbsa, üzərinə 98 dəqiqə gəlsək, buradan 190, deməli, 98-dən 1 saat götürəcəyik. 98 dəqiqə. Özü elə eləyir 1 saat 38 dəqiqə. 10 üstə 1, 11. Buradan da 1 saatımız olacaq. 12. Qalığımız 18 dəqiqə qalacaq. 12-18-də tədbir sona çatacaq. Doğru cavab E variantı. 3 ədədin cəmi 4200-dür. İkinci ədəd birinci ədəddən 510 vahid. Üçüncü ədəd isə 4 vahid azdır. Buna əsasən üçüncü ədəd neçədir? 1, 2, 3 ədədimiz var. 3 ədədimiz var. İkinci ədəd birinci ədəddən 510 vahid. O zaman belə yazaq ki, ikinci ədədi x götürək, birinci ədədi x plus 510 götürək. Üçüncü ədəd isə, üçüncü ədəddən 4 dəfə kiçikdirsə, üçüncü ədəd 4x olsun. Hamısı nəyə bərabərdir? 4200-ə. X-lər bizə verir 6x üzərinə 510 bərabərdir 4200-ə. 6x bərabərdir 3690-a. X də bərabərdir 615-ə. X 615-dirsə, demir, üçüncü ədədi tap. 615-i də vurarıq 4-ə. Bizə verəcək 2460. Doğru cavab D variantında qeyd olunubdur. Növbəti sual.
verilmiş bərabərlikdə x-in qiymətini tapın. X plus 4-də 1 manat 70 qəpik bərabərdir 25-də 17 manat 60 qəpik. Bu hissəyə baxaq. 60 qəpiyimiz var. Bir də buradakı qəpiklərimiz 100-ü 25-ə bölüb 17-yə vursaq 68 qəpikdir. O da 60. Toplam bura 128 qəpikdir. 4-də 1 manat 25 qəpik. Burada 70 oldu 95 qəpik. X plus 95 bərabərdir 128-ə. X də özü bərabərdir 33 qəpiyə. Deməli, X-in yerində 33 qəpik yazılmalıydı. 9 nömrəli sual. İki maşın əks istiqamətdə hərəkətə başlayır. Onlardan birinin sürəti 70 km/saat, digərinin sürəti isə bundan 12 km/saat çoxdur. Birinci maşın 390 km, ikinci maşın 615 km gedərsə, təyin olunan yerlərə çatarlar. Buna əsasən 6 saatdan sonra onların təyin olunan yerə çatması üçün qalan yollar cəmini tapın. Deməli, V1 var 70, V2 isə 12 km çoxdursa olacaq 82. Aha. İndi yolları toplayarıq. Gediləsi yollar. 615-in üzərinə 390-ı gələrik. 1005 kilometr verəcək. Bunlar 6 saat yolda olublarsa, əks istiqamətdə sürətlər toplanır. 70 ilə 82-ni toplayacam. Vuracam neçəyə? 6-ya. Olacaq 912 kilometr. Və 1005-dən çıxırıq 912-ni. Bizə nəticə neçə qalır? 93. Doğru cavabımız olur D variantında. 10 nömrəli sual. 2 ədədin fərqi 32-dir. Azalanı 8 vahid artırıb, çıxılanı 4 vahid azaltsaq, azalan çıxılandan 3 dəfə böyük olar. Əvvəlcə azalan neçə idi? Ümumiyyətlə, azalanı 8 vahid artırıb, çıxılanı 4 vahid azaltsaq, fərqimiz bunların cəmi qədər artacaq. Yəni, yeni fərqimiz olacaq 44. İndi yazıram, azalan, çıxılan, fərq. Fərq 44-dür da artıq. Amma deyir, azalan çıxılandan 3 dəfə böyük olacaq. Bu x-sə, bu da 3x-dir. 3x-dən x-i çıxsaq nə qalacaq? 44 qalacaq. O zaman 2x bərabərdir 44-ə. X də bərabərdir 22-yə. Aparaq, azalanı taparıq. 3-ü vurarıq 22-yə. Bizə verəcək 66. 66-nın da sonraki azalanımızdır. Əvvəlkini tapmaq üçün 8-i çıxarıq, qalacaq 58. Əvvəlkin istəyirdi, doğru cavab olacaq D variantı. Növbəti bir sual. Deməli, 7 üstü 67 ədədinin sonu hansı rəqəmlə bitir? Ümumiyyətlə, 7-nin üstü, biz bunu 67-ni, qüvvət üstün hər zaman 7 rəqəmlə bölürük 4-ə. Çünki təkrarlanma 4 rəqəmdən birdir. 16 dəfə düşəcək 64, qalıq qalacaq 3. Əsas bizə qalıq lazımdır. Niyə qalıq lazımdır? Çünki 7-nin üstü 1 bizə 7 verir. 7-nin üstü 2, 49 verir. 7-nin üstü 3, 343 verir. 7-nin üstü 4, 2401 verməlidir. 5-ci də təkrarlanacaq və 4 perioddan bir təkrarlandığına görə biz onu 4-ə böldük. Qalığımız 3-dür. 7-nin üstü 3 bizə elə sonu 3 rəqəmi verir. Doğru cavab olur E variantı. Növbəti bir sual. 12. Deyir kombayn. Bir kombayn həftədə 60 saat, ikinci kombayn isə 45 saat işləyir. Birinci kombayn ikinci kombayndan 60 litr çox yanacaq sərf edir. Əgər hər iki kombayn eyni saatlıq yanacaq normasına malikdirsə, birinci kombayn bir həftədə neçə litr yanacaq sərf edər? 60-dan çıxıram 45-i, fərqi tapırıq 15 saat. Digəri çox işləyib.
15 saat 60 litr benzin yanacaq sərf edibsə, 1 saata 4 litr yanacaq sərf edib. Birinci həftədə kombayn nə qədər zaman itirib? 60 saat. 60'ı da vururuq 4'ə. 240 litr yanacaq sərf olunacaq. B variantı doğrudur. Növbəti sual. Ölçüləri 8 cm, 10 cm və 25 cm olan paralelipiped şəklində pendiri tili 5 cm kub formalı qaba yığdılar. Neçə qab lazım oldu? Biz burada hər zaman bu tiplərdə həcmi hesablayacağıq. Paralelipipedin həcmi V bərabərdir A vur B vur C. Bu düsturuna 8 vur 10 vur 25. Bizə verəcək 2000. Tili 5 cm olan V bərabərdir A kubdur. Yəni 5'in də kubu bizə verəcək 125. Həmin 2000'i böləcəyik 125'ə. 16 ədəd bizə qab lazımdır ki, verilən pendiri yerləşdirək. Növbəti sual. Tənliyi həll edin. 8 ar 40 metr kvadrat çıx 60 metr kvadrat bərabərdir neçə desimetr kvadrat? 8 ar 800 metr deməkdir. Üzərinə 40 gəlsək 840 edəcək. Və 840'dan da 60'ı çıxsaq 780 metr kvadrat. 780 metr kvadrat da desimetr kvadratı çevirsək 100'ə vurmalıyıq. Yəni 2 sıfır artırmalıyıq. Olacaq 7800 desimetr kvadrat. E variantında qeyd olunub doğru cavab. Növbəti sual 15 nömrəli sualdır. Deyir 4'də 1 kiçikdir. X minus 3 bölü 12 o da kiçikdir 6'da 5. Bərabərsizliyində X-in ala biləcəyi natural qiymətlərin sayını tapın. Baxaq 4'də 1 kiçikdir X minus 3 bölü 12 o da kiçikdir 6'da 5'dən. Hər tərəfi bərabərləşdirməliyik. Buranı 3'ə vuracağım, buranı da 2'yə vuracağım. Olacaq 12'də 3 kiçikdir X minus 3 bölü 12 o da kiçikdir 12'də 10'dan. Məxrəclər bərabərdir deyə üstündən xətt çəkirəm. Qalır 3 kiçikdir X minus 3'dən o da kiçikdir 10'dan. Və hər tərəfin üzərinə 3 gəlirəm. Olur 6 kiçikdir X-dan o da kiçikdir 13'dən. Biz bura natural qiymətlərin sayı neçədən yaza bilərik? 7 yazarıq, 8, 9, 10, 11 və 12. 1, 2, 3, 4, 5, 6 ədəd yazmaq mümkündür. E variantı doğru cavab. Növbəti sual 16 nömrəli sualdır. Rəqəmlərin müxtəlif 4 3 rəqəmli tək ədədin cəmi 3222'dir. Bu ədədlərdən ən kiçik ən az neçə ola bilər? Biz rəqəmləri müxtəlif ən böyüklərdən başlayaq. 987, 985, 983. Tək ədədlər dediyinə görə topladım. 2955 və 3222'dən 2900 deməli 55'i çıxıram. Nəticə bizə nə qalır? 267. Ən azı olar 267. Növbəti sual. Malın qiyməti 20% artdı. Sonra 4 dəfə azaldı. Malın qiyməti neçə faiz dəyişdi? Malımız olsun 100. 20% artanda olacaq 120. 4 dəfə azalanda 120'ni bölürük 4'ə düşür 30. Və 120'dən də çıxırıq 30'u qalır 90. Əvvəl 100 idi, indi oldu 90. Dəyişən nədir? 10% azaldı. 10% azaldı. Doğru cavab D variantında qeyd olunubdur. 18. Aha. Aradakı məsafə çay boyunca 432 kilometr olan iki
limandan eyni zamanda qarşı-qarşıya üzən katerlərdən biri axın əksinə, digəri isə axın istiqamətində hərəkət edir. Çayın axma sürəti 6 km/saatdır. Axın əksinə gedən kater 7 saata 126 km yol gedə bilir. Görüşənə qədər axınla üzən kater, axın əksinə üzən katerdən neçə kilometr çox məsafə qət edər? Baxaq. İlk öncə 126-nı bölürük. 126-nı bölürük 7-yə. Katerin sürətini tapırıq. Axına qarşı sürəti 18. Kater çıx çay bərabərdir 18. Çay məlumdur 6. O zaman kater 24 olar. 24-dən 6 çıxanda 18 qalar. Bir də axın ilə deyirsə, üstlərinə 6 gəlsək 30 olar. Axına qarşı sürət 18, axın ilə 30'dur. Bu məlum. Yəni kater plus çay 18, 30, kater minus çay 18. Əgər eyni zamanda qarşı-qarşıya gedici sürətlər toplanacaq. 30 ilə 18'i toplayaq. 48. Məsafə nə qədərdir? 432. 432'ni bölürük 48'ə. Düşür nə qədər? 9 saat. Bizə deyir ki, görüşənə qədər axınla üzən kater, axın əksinə üzən katerdən neçə kilometr məsafə çox qət edər? Demək, bunların sürətlər fərqinə baxaq. 30'dan çıxarıq 18'i, qalır 12. 12'ni də vurarıq 9'a, 108 kilometr çox gedəcək. Doğru cavab elə E variantında qeyd olunub 108. Hesablayın. Demək, 28 çıx 7 üzərinə 38 bölü 2 üzərinə 22 bölü 11 üzərinə 2 üzərinə 93. 12 bölü 4. Hə, biz burada 38'dən 38'i böləcəyik 2'yə 19. 28'dən 7 çıxırıq 21, üzərinə 19, 40 verir bura. 22'ni 11'ə bölsək 2, 12'ni 4'ə bölsək 3, 93'ü 3'ə bölsək 31. Və toplayaq 40, üzərinə 2, üzərinə buradakı 2, bir də 31. Cəm nə qədər eləyir? 75. Doğru cavab B variantında qeyd olunub. Növbəti sual 20 nömrəli sualdır. Deyir, günün keçən hissəsi qalan hissəsindən 3 saat 50 dəqiqə çoxdur. Hazırda saat neçədir? Günümüz 2 hissədən ibarətdir. Qalan və keçən. Keçən 3 saat 50 dəqiqə çoxdursa, üzərinə 3:50 gəlirəm və nəticə nəyə bərabər olur? 24'a. Biz x-ləri toplayarıq. 3:50 də buradan bərabərdir 23:60 yazaram bunu. 2x bərabərdir 23'dən 3 çıxanda 20, 60'dan da 50 çıxanda 10. X də bərabərdir 20'ni 2'yə böləcəm 10, onu da 2'yə böləcəm 5. 0,5 yazıram. Aha, indi 10, 0,5'in üzərinə 3:50'ni gələrik. Çünki keçmişdə yazmalı yerinə. 0,5 ilə 50'ni toplasaq olacaq 55 dəqiqə. Bu da 13 saat 55 dəqiqə. Yəni hazırki saat olacaq 13:55. Doğru cavab olacaq D variantında. Suallarımız bu qədər. Növbəti suallarda görüşənədək sağ olun, salamat qalın.